İctimai Nəzarət Təşkilatının redaktoru, Saatlar rayon üzrə İctimai Nəzarət Sədr müavini Emre Ələkbər Məmmədov. Saatlar rayonun 4 kəndi mavi yanacaqdan əziyyət çəkir. Cənab Prezidentimizdən kənd sakinləri artıq da xahiş edir ki, mavi yanacağın verilişi ilə bağlı bizə bir köməklik etsin. Bu kənd sakinlərinin həyətlərində meyvə ağacları qalmıyor. Meyvədən ötəri rayon bazarlarına, şəhər bazarlarına müraciət edilir. Hal-hazırda kənd sakinləri gəlib, əkinlə bağlı çox adam gələ bilmədi. Hal-hazırda kənd sakinlərindən burada var. Yəni, Asif, deyinəm, danış. Biz Saatlı rayon Sultanabad, Mirzəlal, Nəsimkən, Simadakən sakinləriyik. Biz mavi qaz yanacağı ümumiyyətlə görməmişik hələ. Biz Prezidentimizdən, Azərqazın direktorundan xahiş edirik ki, bu kəndləri nəzərə alsınlar. Çox əziyyətlər çəkirik, çox müsibətlər çəkirik. Qışda evlərimiz soyuq olur, meyvə ağaçları artıq qalmayıb, körpələrimiz isinə bilmir, xəstələnirlər. Ümumiyyətlə, yaşayışımız çox çətindir, istilik sarıyandan. Bax, gördüyünüz bu qaz turbası bizim Sultanabad kənd ərazisində yerləşir. Bax, bu qaz turbası bizim kəndimizdə bax budur, bax, evlər görükür buradan. 100-150 metr ərazisi var. Bir anda da ki, bizim ərazidən qaz linası keçir, gedir qonşu kəndlərə yayılır. Amma bu qazı bizə göz dağı kimi qoyub, bizə buradan bir damcı nədir buraxmırlar. Bizim kəndimizdə bundan istifadə eləsin. Prezidentimizdən, Azərqazın direktorundan xahiş edirik. Bizim də vəziyyətimizi nəzərə alsın. Biz də bu ölkənin vətəndaşları yox, biz də bu ölkədə yaşamaq, rahat yaşamaq istəyirik. Xahiş edirik sizdən artıq dərəcədə. Bizim bu müraciətimizi nəzərə alın. 4 kənddir. Sultanabad, Mirzəlal, Simadakent, Nəsimkən. Bizi də nəzərə alıb, bizi də bu qazla təmin eləsinlər. Çox-çox xahiş edirik. Sizə yalvarırıq. Hətta ki, bizi də bu qazla təmin edirik ki, biz də bir rahat yaşayış yaşaya bilək. Artıq dərəcədə sizdən xahiş edirik. Prezidentimizi həmişə dəstəkləmişik, həmişə onun siyasətini bəyənmişik, həmişə də onun arxasında durmağa hazırıq. Sadəcə olaraq bu hardasa bilmirəm, nə dərəcədə onların məlumatı var bu məsələlərdən. Bax, bu turba bizim ərazimizdir. Bu Sultanabad kəndinin ərazisidir. Ərazimizdə gəlib dayanıb, ancaq biz bundan istifadə edə bilmirik. Bizim ərazimizdən isə başqa kəndlərə linalar çəkilib, cəmaət hamısı gözəl qaz yandırır. Biz o kəndlərə böyük təəssüf üstündən baxırıq ki, nətər yanı, bax, bu kəndlərdən, bizim kəndimizdən qaz linası gəlir, keçir, başqa kəndlər istifadə edir, ancaq biz qalmışıq aciz. Xahiş edirik yenə, Prezidentimizdən xahiş edirik, Azərqazın enerjisinin direktorundan xahiş edirik ki, bizi də nəzərə alıb, bizi də bu şikayətimizə nəzər yetirsinlər. Çox sağ ol, minnətlərim. Cənab Prezidentimizdən təkrar kənd sakinləri adından, Sultanabad, Mirzəlal kənd, Nəsimi kənd, Simadakent adının kənd sakinləri adından mən Yeni Baxış İctimai Nəzarət Təşkilatının redaktoru kimi, Saatlı rayon üzrə İctimai Nəzarət Sədr müavini kimi xahiş edirəm Cənab Prezidentimiz 30 illik işğal altında olan torpaqlarımızda 44 gün ərzində lokal tipli antiterror əməliyyatını 23 saat 47 dəqiqə ərzində alan böyük sərkərdəmizdən artıq da xahiş edirəm kənd sakinləri adından bu mavi yanacaqla bu kənd sakinlərin təmin olunmağı istiqamətində əmr və göstərişlərini versin. Öncədən təşəkkür edirəm.